Salam, hər vaxtınız xeyir, əziz abituriyentlər və müəllimlər. Bugün sizinlə biz feilin bəhsinə baxacağıq. Çalışdığım qədər sadə və aydın dillə bu mövzunu sizə ötürə bilim. Keçək mövzunun izahına. Belə ki, feil bildiyimiz kimi hərəkət bildirən əsas nitq hissəsidir. Hərəkət dedikdə həm aktiv hərəkət nəzərdə tutulur, həm passiv hərəkət nəzərdə tutulur. Aktiv hərəkətlərə getmək, tullanmaq, ağlamaq, qaçmaq, passiv hərəkətlərə dinləmək, xatırlamaq və s. kimi feillərini nümunə göstərə bilərik. Feilin sualı bildiyimiz kimi nə et, nə ol sualıdır. Nə et, nə ol. Bu suallar şəxsə və zamana görə dəyişərək formadan formaya keçir və feillərə sual olur. Nə olacaq, nə etmişdir, nə edəsidir, nə etsə, nə edir, nə olur və s. kimi bunları nümunə göstərə bilərik. Feilin quruluşca növləri sadə, düzəltmə və mürəkkəb olur. Sadə feillər dedikdə bir kök və yaxud da ki, məsələn, yaz gördüyünüz kimi bir kökdən ibarətdir. Bir də deyirəm ki, yazdı. Deməli, bir kök və qrammatik şəkilçidən ibarət olur. Dilimizdəki bu sadə feillər əsasən milli mənşəlidirlər, amma istisnalar var. Bunlara xatırlamağı, bağışlamaq, tərk etmək nümunədir ki, bunlar alınma feillərdir. Sadə feillərə əlavə olaraq nümunə yaza bilərik. Saralmaq, alışmaq, ağlamaq, sevinmək. Baxın, bu feili əsasən bu şəkildə götürürlər. Sev kökü, sözün kökü indəki leksik şəkilçi. Xeyr, bu söz sadə feildir. Sözün kökü sevindir. Məqdə bilirsiniz ki, qrammatik şəkilçidir. Daha sonra tapşırmaq feilini eyni şəkildə. Tapşırmaq. Sözün kökünü tap götürürlər. Şır da leksik şəkilçi. Dediyim kimi, bu da sadə feildir. Sözün kökü tapşırdı, tap deyil. Sonra kiçilmək, ıslatmaq və s. kimi nümunələr yaza bilərik. Anlamaqdır, uzanmaq, saxlamaq, danışmaq, dağıtmaq, yarışmaq, sonra çalışmaq, qızarmaq, bağışlamaq, yəni bir çox sadə feilləri bura qeyd edə bilərik. Düzəltmə feillər isə morfoloji yolla əmələ gəlir, yəni söz düzəldici şəkilçilərin köməyi ilə gördüyünüz kimi bu şəkilçiləri bura qeyd eləmişəm. Yazarkən vaxt itirməyək deyə. Daha çox video uzun olduqda 2 saat, 1 saat yarım bilirəm ki, kimsənin səbri çatmır bunları izləməyə. Ondansa 1 saatlıq bir video izlə, digər yerdə qalan 1 saatını da test işləməyə ayıra bilərsən deyə düşünürəm. İndi keçək bu adlardan düzələn feillərə və feildən düzələn feillərə. Adlardan düzələn feillərə lan, laş, la, al, ar, a, sa, ıq, imsə burada gördüyünüz şəkilçiləri qeyd eləyə bilərik. Baxın, bura nümunə olaraq yaza bilərəm ki, işləmək, dişləmək, daha sonra bağlamaq, iş sözün kökü lə leksik, diş sözün kökü lə leksik, eyni şəkildə də burada da elədir. Sonra bura izləmək, gözləmək, yelləmək və s. kimi feillərini də nümunə gətirə bilərik. Lan, laş şəkilçilərini uşaqlar sizin üçün aşağıda əlavə belə qeyd edəcəm. Bu şəkilçini həm bütöv şəkildə, həm də ki, la üstəgəl ş şəklində, eyni zamanda lan şəkilçisini də bu şəkildə təhlil etmək olur. Bəs bunu biz necə ayırd edə biləcəyik? Əgər baxırıq, la şəkilçisindən sonra maq məstər şəkilçisini artıra bilirəmsə və burada məzmun dəyişmirsə, deməli la üstəgəl n, la üstəgəl ş şəklində təhlil edəcəm. Əgər artıra bilmirəmsə, artıq onu mən bütöv şəkilçi kimi götürəcəm. Baxaq, alovlanmaq. Şagirdlər əsasən bunu alov, alovla, alovlan kimi götürürlər. Amma ədəbi dilimizdə alovla sözü, feili yoxdur. Ona görə bu şəkilçi belə götürüləcək. Alovlanmaq. Daha sonra vidala, vidalaşmaq. Vidalamaq deyə bir söz yoxdur. Vida, vidalaşmaq. Maq məsələnin şəkilçisidir, həmişə qrammatik olur. Bunu qeyd eləməyimə ehtiyac yoxdur deyə düşünürəm. Sonra ruhlanmaq. Eyni şəkildə bu da lan leksik şəkildə, yəni bütöv şəkildə götürülür. Bir də salamlaşmaq feilinə gəlin baxın. Salamlaşmaq. Baxın, salam sözün kökü salamla. Baxın, ladan sonra maq artıra bilirəm. Salamlamaq.
Bu feil bizim nitqimizdə, ədəbi dilimizdə olan bir feildir. Salamla, salamlaş. Artıq bu şəkilçini mən necə təhlil elədim? Lastikə şu şəklində parçaladım. Bura məsələn parçalanmayanlara vidalaşmağı, ayaqlaşmaq, üzləşmək, yenə üzləmək deyə bir şey yoxdur. Üzləşmək bütöv şəkildə götürülür və bu şəkildə parçalanmır. Daşlaşmaq feili uşaqlar. Bunu sileyim. Sizə bir məqamı da qeyd edəcəm ki, bəzən elə bir söz görəsiniz ki, orada bu şəkilçini həm parçalaya bilərsiniz, söhbət bax bunun bu şəkilçilərdən gedir. Həm parçalaya bilərsiniz, həm parçalamaya da bilərsiniz. Məsələn, daşlaşma. Deyirəm ki, beton daşlaşdı. Uşaqlar daşlaşdılar. Mən bu üstəgəli yazda larlər şəklində istifadə edirəm, qısa olsun deyə. Yəni çaşmayın. Beton daşlaşdı dediyimdə daş, daşlaş, daşlaşdı. Uşaqlar daşlaşdılar dediyimdə daş, daşla, daşlaş. Bu şəkildə götürülür. Məsələn, rastlaşmaq feili. Rastlaşmaq feili yazdım sizin üçün rastlaşmaq. Rast sözün kökü rastla deyə bunu da əsasən abituriyentlərimiz səhv götürürlər. Ona görə qeyd etmək istədim. Rastla, rastla şəklində götürürlər, amma yenə burada şəkilçi necə olacaq? La şəklində olacaq. Bunu unutmayın. İndi keçid edək həm parçalana bilən feillərə, həm də parçalanmayan feillərə. Məsələn, bura sulanmaq. Deyirəm ki, meyvələr sulandı. Bir də deyirəm, ağaclar sulandı. Ağacları sula, sulandı. Yəni, su dökündü mənasında. Meyvələr sulandı deyəndə, yəni bar verəndə sulanır. Bax, o nəzərdə tutulur. Onda şəkilçimiz parçalanmır. Məsələn, bura yağlanmaq feilində götürə bilərik. Ayaqlanmaq feilində götürə bilərik. Bir var oturduğun yerdən durmaq mənasında ayaqlanmaq, getmək kimi. Bir də var ki, xoşuna gəlməyən bir məqamda hər hansı ayaqlanırlar, isyan edirlər, belə deyək. Yəni bu şəkilçilərdə ayrıca məqamlarını vurğulamaq istədim. Qarşılarına da nümunələr yazdaq, boş qalmasın. Məsələn, deyə bilərik ki, bura birləşmək. Birləş. Dostlaşmaq. Dostlaş. Lan şəkilçisinə nümunə kimi göstərək. Ruhlanmaq. Ruhlan. Sonra tozlanmaq. Tozlan. Lovğalanmaq. Evlənmək məsələn. Dillənmək də olar. Al şəkilçisi. Yaza bilərik düzəlmək. Sonra qocalmaq. Qocalıdır burada. Düzəl. Daha sonra azalmaq, qaralmaq, ucalmaq. Yəni bunları da yaza bilərik. A şəkilçisinə bozarmaq. Bozar. Otarmaq. Otar. Göyərmək, ağarmaq və s. kimi bunları da qeyd edə bilərik. Hərəsində bir-iki də nümunə yazsam düşünürəm ki, yetərlidir. A şəkilçisi məsələn ələmək. Ələ. Qanamaq. Qana. Sonra boşamaq da ola bilər məsələn. Boşamaq. Boşa. Yaşamaq. Diləmək. Yəni bura çox nümunələr çəkə bilərik. Sağ şəkilçisinə məsələn nə deyə bilərik? Susamaq. Susa. Qəribsəmək. Qəribsə. I şəkilçisinə turşumaq. Turş sözün kökü u da nədir orada? Leksik şəkilçidir. Sonra nə yaza bilər? Bərkmək. Ləngimək. Və s. kimi. I şəkilçisi. Biz bu şəkilçini belə də görə bildik. Baxın,
iç şəklində də görə bilirik. Bura nə yaza bilərik? Gecikmək məsələn. Duruxmaq. Duruxmaq. Gecikmək. İnsə şəkilçisi. Bura mən əvəzliyindən əmələ gələn. Bunu silim. Buradan yazım çünki artıq qabağına sığışmır. Mənimsəmək məsələn. Mən sözün kökü, imsə də nədir? Leksik şəkilçisidir. Sonra gülümsəmək. Gül, ümsə. Sonra aş şəkilçisi. Aşağı yaza bilərik, nə yazaq? Məsələn, yanaşmaq. Qabağından yazım. Yanaşmaq. Ilda gördüyünüz kimi qabağına təqlidi yazmışam. Yəni daha çox təbiətdə eşitdiyimiz səslərdir. Məsələn, bura pıçıldamaq. Burada pıçılda. Sonra şappılda. Bura çox, yəni eşitdiyiniz o səslər ki var, hamısı bura aiddir. Ilda. Maq, şappıldamaq, pıçıldamaq və s. Yəni bunları yaza bilərik. İndi keçək feildən düzələn feillərə. Ümid edirəm ki, arada boş buraxdığım olmadı. Feildən düzələn feillər. Bura ıl şəkilçisini yazılmaq, baxılmaq. Yaz sözün kökü ıl leksik. Bax sözün kökü ıl leksikdir. Məsələn, döyülmək. Döyülmək. Iş şəkilçisi yazışmaq. Yazış. Daha sonra iş şəkilçisində nələr deyə bilərik? Görüşmək. Aklıma gəldikcə qeyd edirəm. Bölüşmək. Ona ötüşmək. Bunları da yaza bilərik. Sonra ın şəkilçisi. Bura nə deyək? Deyinmək məsələn. Deyinmək. Deyinmək. Daha sonra burada sadəcə y bitişdirici sabitdir. Geyinmək. Geyinmək. Bu şəkildə götürə bilərik. Oxunmaqda da məsələn n şəklində götürəcəyik. Oxu sözün kökü n, orada leksik şəkilçisi, maqdakı qrammatikdir. Sonra d şəkilçisi. D şəkilçisinə yaza bilərik yazdırmaq, aldırmaq. Niyə yazmadı? Yazdırmaq. Yaz kökü, dır, leksik şəkilçisi. Aldırmaq. Aldır. Ir şəkilçisində məsələn bişirmək. Bişirmək. Leksik şəkilçisidən başqa hər şey oxşadı işarə. Sonra köçürmək. Köç sözün kökü ürdəki leksik şəkilçisidir. Ar şəkilçisini biz həm adlardan düzəldən feil kimi gördük. Yazmışıq bozarmaq, otarmaq və s. kimi. Amma indi feildən düzələn feillər içərisində də görəcəyik ki, məsələn bura qoparmaq yaza bilərik. Qoparmaq. Qop sözün kökü ardı orada leksik şəkilçisidir. Məsələn çıxarmaq. Çıxarmaq. Çıx sözün kökü arda leksik. Bunu biraz incəldik, bəlkə sığışdı qabağına. Ala şəkilçisi ilə məsələn səpələmək. Səpələmək. Aha, belə daha yaxşı oldu. Səpələmək. Eşələmək. Eşələmək. Iç şəkilçisinə nə yaza bilərik? Oxutmaq məsələn. Ondan sonra axıtmaq. Nə idi? Axıt, nə idi? Axıt, oxut. I şəkilçisi. Qazımaq. Qazımaq. Xala şəkilçisinə yaza bilərik. Məsələn, xala şəkilçisi həm də qeyri-məhsuldar şəkilçilərdən biridir. Ovxalamağı məsələn qeyd edə bilərik bura. Ovxalamaq. Dər şəkilçisinə döndərmək məsələn. Un şəkilçisinə udqunmaq. Şəkilçisinə yaza bilərik məsələn qorxuzmaq. Qorxuzmaq. Durğuzmaq da ola bilər məsələn. Durğuzmaq. Durğuzmaq. Daha sonra qalxızmaq.
Qalx sözün kökü ızdakı leksik şəkilçidir. İmsə şəkilçisi. İmsə şəkilçisini uşaqlar bir şey yanlış qeyd eləmişəm, üzrlü hesab edin. Burada məsələn gülümsəməyi adlardan düzələn feillər içərisinə yazmışam. Bunu gülümsəməyi feillərdən düzələn şəkilçiyə yazmalıydım. Gülümsəmək. Gül nə et gül, gülümsə nə et gülümsə. Bu şəkildə olmalıdır. Bu qədər. Feildən düzələn feillər. İndi mürəkkəb feillər iki və daha artıq sözün birləşməsindən yaranır. Bura yazıb oxumaq, kömək etmək, yaza bilmək, oxuya bilmək və s. kimi göstərə bilərik. Mürəkkəb feillər həm bitişik, həm defislə, həm də ayrı yazılır. Biz ən çox gördüyümüz hansıdır? Defislə və ayrı yazılandır. Bitişik yazılanlara nümunə olaraq göstərə bilərik ki, sağ ol, laşmaq. Bu normalda belə yazılır, sağ ol deyəndə ayrı yazılır, amma bu formada bitişik yazılır. Onu da qeyd edək, çaşmayın. Sağollaşmaq, istiotlamaq, xudafizləşmək, xoşallanmaq. Yəni bu feilləri biz mürəkkəb yazılan feillərə, yəni bitişik yazılan mürəkkəb feillərə nümunə göstərə bilərik. Belə ki, mürəkkəb feillər əsasən olmaq, yəni bunları görmüşük. Olmaq, etmək, eləmək, qılmaq. Köməkçi feillərinin digər nitq hissələrini artırılması ilə düzəlir. Məsələn, burada deyə bilərik kömək etmək, yaxşılıq eləmək, dost olmaq. Bir də ki, A şəkilçisi qəbul etmiş feilə, yəni yönlük halın şəkilçisini qəbul etmiş feilə bilmək sözünü artırmaqla. Baxın, oxuya bilmək, danışa bilmək, yaza bilmək. Eləmək, etmək, olmaq, bilmək sözləri eyni zamanda müstəqil feildə olurlar. Kömək etmək, yaxşılıq etmək, dost olmaq dediyimdə artıq orada nə idi? Köməklə birləşib mürəkkəb feil əmələ gətirmişdi. Amma bunlar ayrıca müstəqil feil kimi də götürülə bilər. Nə zaman götürülə bilər? Eləmək, etmək, məsələn, yerinə yetirmək mənasını ifadə eləyəndə, olmaq, məsələn, yaşamaq, iştirak etmək, var olmaq, mövcud olmaq mənasında çıxış eləyəndə müstəqil feil kimi götürülür. Bilmək, məsələn, xəbəri olmaq, məlumatı olmaq mənasında işlədilərsə, nədir bu? Artıq sadə feildir, müstəqil feildir. Bunlara nümunə yazsaq, məsələn, mən dərslərimi etmişəm. Mən dərslərimi etmişəm. Etmişəm. Nə etmişəm? Dərslərimi etmişəm. Artıq burada etmişəm, yerinə yetirmişəm mənasında istifadə olunubdur. Ona görə sadə feildir. Məsələn, iclasda oldum. Nə etdim? Oldum. Burada, məsələn, o küçədə olur. Yaşayır mənasında işlədilir. İclasda oldum deyəndə iştirak etdim mənasında istifadə eləmişəm. Yenə burada sadə feildir. Daha sonra mən bunları bilirəm. Bunları bilirəm. Nə edirəm? Bilirəm. Yəni artıq məlumatım var. Yenə də eyni şəkildə burada nədir? Sadə feil kimi çıxış eləyir. Əks və yaxın mənalı sözlərin birləşməsi ilə də mürəkkəb feillər yaranır. Məsələn, oturur, durur. Yazır, oxuyur. Sonra çalışıb, vuruşur. Çalışmaq, vuruşmaq. Yazaq, çalışmaq, vuruşmaq. Və s. kimi nümunələr göstərilə bilər bura. Bir də ıb şəkilçisi qəbul edən feillərə getməkdir, çıxmaq, gəlmək, çatmaq və s. kimi feillərin qoşulması. Məsələn, deyirik gəlib çatmaq, ötüb keçmək. Gəlib çatmaq gördüyünüz kimi burada ıb şəkilçisi qoşulmuş feilə getmək, çatmaq kimi feillər də qoşularaq nə əmələ gətiribdir? Mürəkkəb feillər əmələ gətiribdir. Feillərin belə deyək də icra edilib, edilmədiyi iki cür olur. Təsdiq və inkar. Əgər hərəkət icra olunursa və yaxud da icra olunacaqsa, bu feillər təsdiq feillərdir. Məsələn, baxdım, gördüm, oxudum, yazdım, getdim, gəldim. Hamısı gedirəm, gəlirəm, hamısı təsdiq feillərdir. İnkar feillər isə hərəkətin icra olunmadığını və ya olunmayacağını ifadə edir. Hansı şəkilçi ilə düzəlir inkar? İnkarın qrammatik göstəricisi mədir. Bir də deyil hissəciyi var. Baxma, görmə, oxuma, yazma, hamısı nədir? Bunların inkarlıq bildirir. İnkar şəkilçisi dediyimiz kimi nədir? Bilirik ki, bunu qrammatik şəkilçidir. Feilə aid
yeganə qrammatik şəkilçidir ki, özündən sonra maq məstər şəkilçisi qəbul edir. Bax, bunu mütləq şəkildə bilməlisiniz. Yeganə qrammatik şəkilçidir, özündən sonra maq məstər şəkilçisi qəbul edir. Baxaq, yazmamaq. Gördüyünüz kimi, özündən sonra maq məstər şəkilçisi qəbul edibdir. Baxmamaq, görməmək. İnkar şəkilçisi söz eyni zamanda təsdiq məzmununda ifadə edə bilər. Yazıram. O nə edə bilməz ki? O nə edə bilməz ki? Nə deyirəm? Yəni burada nə məna ifadə edir? Yəni deyirəm ki, o hər şeyi edə bilər. Biz burada inkarın şəkilçisini görürük, amma məzmun olaraq burada nə var? Təsdiqlik var. Hər şeyi edə bilər mənasında istifadə olunur. Feilin lazım şəklinin inkarı deyil hissəci ilə düzəlir. Lazım şəklində olan feillər inkar şəkilçisini əlavə edə bilmərik. Belə olur, baxın. Yazası deyil. Baxası deyil. Burada ası lazımın şəkilçisidir. Birazdan bunları danışacağıq. Orada da yine vurgulayacağım. Bu lazımdan sonra inkar şəkilçisi deyil, istifadə olunur. Yəni deyil hissəci ilə istifadə olunur. Bir də indiki və qeyri-qəti gələcək zamanda ma şəkilçisinin saiti düşür. Məsələn, burada yazmışam ki, bilməz feilini. Burada qeyri-qəti gələcək zamandır və artıq nə olubdur? M mənim burada inkarımdır. Ma'nın elə bil a'sı düşübdür və qeyri-qəti gələcək zamanda olanda artıq orada biz bildik ki, qeyri-qəti gələcək zamanın şəkilçisi arərdir. Bu sonuncu samiti dəyişir, z'ya keçir. Bunu da əlavə olaraq qeyd edək. Və qeyri-qəti gələcək zaman inkarda işlənərkən üçüncü şəxsin təkində və cəmində ar zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir. Oxunmaz. Məsələn, gördüyünüz kimi orada o oxumaz, o yazmaz. Üçüncü şəxsin təkində artıq nə olubdur? R-nın son samiti z samitinə keçibdir. İnkarlıq şəkilçisinin amonim şəkilçisidir. Həm isim sifət düzəldir, həm də ki, nədir? Feilin inkarlığını bildirir. Feilin inkar şəkilçisi kimi çıxış eləyəndə o vurğu qəbul eləmir. Məsələn, deyirəm ki, vurma. Vurma. Artıq maya düşmür, yazma. Vurğu yanın üzərinə, ya hecasının üzərinə düşür. Burada inkarda çıxış elədiyinə görə ma vurğu qəbul etmir. Amma isim və sifət düzəldilən şəkildə kimi çıxış eləyəndə artıq o vurğu qəbul edir. Deyirik ki, qazma işləri aparılırdı. Artıq nə? Bura düşür vurğu. Məsələn, vurma cədvəli deyirəm. Bölmə əməli deyirəm. Hamısında hara düşəcək? Ma mənin üzərinə düşəcək. Düşünürəm ki, buradan da hər şeyi qeyd elədik. İsə keçid eləyək ən gözəl məqama, feilin qrammatik mənalarına, məna növlərinə. Məlum, məhsul, şəxssiz, qayıdış, qarşılıq, bircəlik, icbar növ olmaqla 6 yerə ayrılır. Belə deyək ki, feilin qrammatik məna növləri iş görənlə, yəni subyektlə obyekt arasında, iş görülən əşya arasında qarşılıqlı münasibətdir. Feilin qrammatik məna növlərinin leksik şəkilçidir. Yəni bunların şəkilçiləri leksikdir, qrammatik şəkilçi deyil. Məlum növ deməli uşaqlar. Heç bir qrammatik göstəricisi yoxdur, yəni şəkilçisizdir. Məsələn, deyirəm ki, mən oxudum. Kitabı mənə verdi. Məlum növün qrammatik göstəricisinin olmaması bu o demək deyil ki, ona leksik şəkilçi qoşula bilməz. Gördüyünüz kimi burada heç bir qrammatik göstəricisi yoxdur və mübtəda var. Kitabı mənə verdi də eyni şəkildə. Burada qrammatik göstəricinin olmaması o demək deyil ki, ona leksik şəkilçi qoşula bilməz. Məsələn, deyə bilərəm ki, biz vidalaşdıq. Bayaq yuxarıda yazdığım nümunələrdən biridir. Vidalaş. Durun, silim. Vidalaşdıq. Baxın, məzmun baxımından burada qarşılıq bircəlik növ olsa da, bu nədir? Məlum növdə olan feildir. Biz bildik ki, qarşılıq bircəlik növün şəkilçisi ış şəkilçisidir. Yəni birazdan o mövzuya da gələcəm. Orada da qeyd edəcəm. Iş şəkilçisidir. Amma burada ış şəkilçisi yoxdur. Nə olsun ki, məzmun baxımından qarşılıq bircəlik ifadə eləyir. Burada onun əgər şəkilçisi yoxdursa, deməli o məlum növdədir. Vidalaşdıq. Gördüyünüz kimi leksik şəkilçisi var. Və nədir? Məlum növdədir. Onun qrammatik göstəricisinin olub-olmaması leksik şəkilçisinin olmayacağı mənasına gəlmir. Leksik şəkilçisi var, gördüyünüz kimi. Ona qoşula bilir.
Bir də sizə ən önəmli məqamlardan birini vurğulamaq istəyirəm. Baxın, hətta yazında məlum növdən başqa digər qrammatik məna növləri feildən düzəlməlidir. Mütləq şəkildə feildən düzəlməlidir. Kökü feil olmaya da bilər. Amma həmin feildən düzəlsin. Məsələn, götürə bilərik ki, nəyi götürək? Salamlaşdıq feilini götürək. Biz salamlaşdıq. Baxın, sözün kökü salam ismidir. Salamla nə idi? Salamla salamlaşdıq. Gördüyünüz kimi kökü nədir bunun? Kökü isimdir. Amma özü nədən yaranıbdır? Özü feildən yaranıbdır. Artıq bu nədir? Qarşılıq növdür. Mən bayaq vurğuladım. Yenə qarşılıq növü bəhs eləyəndə də deyəcəm. Şəkilçisi ş şəkilçisidir. Kökü feil olmaya bilər. Amma özü feil mütləq şəkildə feildən düzəlməlidir. Baxın, nənəm qocalıb yazıram. Nənəm qocalıb. Qoca sifət, qocal, qocalıb nədir? Qrammatik şəkilçidir. Gördüyünüz kimi sözün kökü nədir? Sözün kökü sifətdir. Sifətdən feil əmələ gəlibdir. Sifətdən feil əmələ gəldiyinə görə nə olsun ki, burada l şəkilçisi var. Sifətdən əmələ gəldiyinə görə bu məlum növdədir. 50 dəfə yenə vurğulayıram, qeyd edin. Məlum növdən başqa digər qrammatik məna növləri feildən düzəlməlidir. Kökü feil olmasa da olar. Amma feildən düzəlməlidir. İndi isə keçid edək nəyə? Məhsul növə. Şəkilçisini qoyun gedin. Bir də ki, məhsul növə keçməmişdən qabaq. Məlum növ həm təsirli feillərdən düzəlir, həm də təsirsiz feillərdən düzəlir. Təsirli, təsirsiz feillər burada qeyd eləməmişəm, amma rahat bir mövzudur. Üstündən sadə bir dillər keçək, başa salım. Belə ki, əgər sən feilə nəyi sualını verə bilirsənsə, nəyi sualını verə bilirsənsə, o təsirli feildir. Yox, nəyi sualını verə bilmirsənsə, o təsirsiz feildir. Bax, bura oxudum yazmışam. Oxu, nəyi oxu. Görürsünüz, nəyi sualını verə bildim. Deməli, nədir o? Təsirli feildir. Ver, nəyi ver. Gördüyünüz kimi təsirli feildir. Vidalaş, nəyi vidalaş. Deyə bilirəm? Yox. Deməli, bu nədir? Təsirsiz feildir. Qocal, nəyi qocal. Deyə bilmirəm. Deməli, təsirsiz feildir. Siz təsirli və təsirsiz feilləri nəyi sualını verməklə bir-birindən ayırt eləyə bilərsiniz. İndi məhsul növə qeyd edək. Məhsul növ, uşaqlar, təsirli feillərdən yaranır. Təsirsiz feil olur. Təsirli feil üstə şəkilçisi qoşulur. Nə olur? Təsirsiz olur. Bəs şəkilçisi nədir? I4 variant, N4 variant və N şəkilçisi. Məsələn, deyirəm ki, burada işin kim tərəfindən icra olunduğu məlum olur. Deyirəm, məktub yazıldı. Məktub yazıldı. Yaz, nəyi yaz? Gördüyünüz kimi təsirli feildir. Yazıl, nəyi yazıl? Artıq gördüyünüz kimi bura ıl şəkilçisi qoşularaq nə əmələ gətiribdir? Təsirsiz feil əmələ gətiribdir. Təsirli feildən təsirsiz feil əmələ gəldi. Burada obyekt var. Obyekt nədir? Məktubdur. Amma subyekt yoxdur. Məsələn, deyirəm ki, yazı məktub oxundu deyək də. 2 dənə eyni feili yazmayaq. Məktub oxundu. Məktub oxundu. Oxu, nəyi oxu? Təsirli feil oxun, nəyi oxun deyə bilmirəm. Artıq ona olur, təsirsiz feil olur. Təsirli feildən təsirsiz feil əmələ gətirdi. Biz buradan da bu nəticəyə çıxa bilərik ki, ın şəkilçilər təsirli feillərdən təsirsiz feillər əmələ gətirən şəkilçidir. Daha sonra onu da qeyd edək ki, məhsul növ feillərdə obyekt subyektin yerini tutur. Cümlədən mübtəda vəzifəsində çıxış edir. Baxın, burada subyekt yoxdur. Sadəcə obyekt var. Obyekt də məktubdur və subyektin yerini tutub nə rolunda çıxış edir? Mübtəda rolunda. Yazıldı, nə edildi? Yazıldı, nə yazıldı? Məktub. Oxundu, nə edildi? Oxundu, nə oxundu? Məktub. Mübtəda rolunda çıxış edirdi. Biz burada yekdi bərpa eləyə bilərik. Məktub deyirəm ki, anam tərəfindən məktub oxundu.
Artıq mən burada subyekti bərpa eləyəndə o tamamlıq rolunda çıxış eləyəcək. Oxundu, nə idi oxundu? Nə oxundu? Məktub oxundu. Kim tərəfindən oxundu? Anam tərəfindən oxundu. Bu vasitəli tamamlıqdır. Tamamlıq vasitəli, vasitəsiz olmaqla iki yer ayrılır. Bu sonrakı dərsimizin mövzularıdır. Ona görə girmirəm bura. Sadəcə bilin ki, bu tamamlıq rolunda çıxış eləyir. Yəni biz burada subyekti bərpa etdiyimizdə artıq o tamamlıq rolunda çıxış eləyir və biz subyekti bərpa etmək üçün hansı sözdən istifadə edirik? Tərəfindən sözündən istifadə edirik. Məsələn, torpaq deyirəm kəndli tərəfindən əkildi. Əkildi nə edildi? Əkildi mənim feilim. Təsirli feildən təsirsiz feil əmələ gəlibdir. Məhsul növdədir. Torpaq əkildi. Mübtəda rolunda çıxış edib obyektdir. İndi gəlin burada subyekti bərpa eləyək. Baxın, deyirəm kəndli tərəfindən əkildi. Kəndli kimdir? Subyektdir də, subyektdir. Amma nə kimi çıxış eləyib? Tamamlıq kimi çıxış eləyibdir. Və biz burada subyekti bərpa eləmişik. Amma o mübtəda rolunda çıxış eləməyib, tamamlıq rolunda çıxış eləyibdir. Bir səbəbimiz də budur, onu məlum növ kimi götürə bilməməyimizin. Gələk şəxssiz növə. Şəxssiz növ təsirsiz feillərdən yaranır, təsirsiz də olur. Onu bura qeyd eləyək. Təsirsiz feillərdən yaranır, təsirsiz olaraq da qalır. Deməli, təsirsiz olaraq qalması nə deməkdir? Onu təsirsiz hala çevirən hansı şəkilçi olacaq? Onda ın şəkilçisi olacaq. Dedik axı bu şəkilçi təsirsiz feillər əmələ gətirir. Şəxssiz növündə demək qrammatik göstəricisi nədir? ın şəkilçisidir. Daha sonra qeyd eləyək ki, şəxssiz növ feillərdə subyekt, yəni iş görən məlum olmur. Nə də ki, onu bərpa etmək olmur. Məhsul növdə gördüyünüz kimi subyekti tərəfindən sözü ilə birlikdə mən bərpa edə bilmişdim. Amma şəxssiz növdə bu olmur. Deyirəm ki, ərizəyə baxıldı. Bax, baxıldı. Bax nəyi bax? Olmur, təsirsiz feildir deməli. Baxıl nəyi baxıl? Yenə təsirsiz feildir. Ərizəyə baxıldı. Bunların xəbərləri yalnız üçüncü şəxsin təkində olur. Qurulursa da düzəltmə və mürəkkəb olurlar. Bunları qeyd eləməmişdim. Məlum növün heç bir qrammatik göstəricisi olmadığına görə o həm sadə olur, həm düzəltmə olur, həm mürəkkəb olur. Amma digərlərinin qrammatik göstəriciləri olduğuna görə onlar qətiyyən sadə, quruluş da sadə ola bilmirlər. Düzəltmə və mürəkkəb olurlar. Yazıya imza atıldı deyirəm. Daha sonra tapşırığı əməl edildi. Bunlar deməli, xəbərləri yalnız üçüncü şəxsin təkində olur uşaqlar. Nəyin təkində? Şəxsin təkində. Xəbər. Xəbər üçüncü şəxsin təkində olur. İşgüzar üslubda işlədilir. Deməli, dediyim kimi, mübtədası olmur, bərpa etmək də olmur. Biz burada daha çox, məsələn, hansı şəxssiz feillər nümunə götürə bilərik? Məsələn, rast gəlinmək, təsadüf olunmaq, baxılmaq, xidmət edilmək, nəzərə alınmaq, əhəmiyyət verilmək, diqqət yetirilmək, qulaq asılmaq və s. kimi feillərini bura nümunə götürə bilərik. Sonra qayıdış növə gələk. Qayıdış növ feillərdə subyekt işi öz üzərində icra edir. Qrammatik göstəricisi də nədir? ın və n-dır. Məsələn, göründü, yuyundu. Qarışıq növ uşaqlar. Deməli, təsirli feillərdən yaranır, təsirsiz feil olur. Artıq siz şəkilçidən avtomatik bilməlisiniz ki, o təsirsiz feil olaraq qalır. Təsirli feil üstə gəl şəkilçi nə əmələ gətirir? Təsirsiz feil əmələ gətirir. Təsirsiz feil əmələ gətirir. Burada subyektdə, obyektdə eyni olur. Yəni, subyekt işi öz üzərində görür, özü də eyni şəkildə obyekt olur. Məsələn, deyirəm ki, nümunə kimi, gül açıldı. Gəlin yazaq. Gül açıldı. Kimsə gedib gülü götürüb açmır ki. Gül öz-özünə böyüyür, boya başa gəlir və açılır. Məsələn, deyirəm, qız darandı. Qız bəzəndi. Ondan sonra duman çəkildi. Mən gedib dumanı özüm itələmirəm ki o tərəfə. Və yaxud deyirəm, əskər irəli atıldı. Mən əskəri özüm götürüb qabağa atmıram ki. Əskər öz-özünə gedir, neyinir? Qabağa atılır, irəli atılır. Yəni, bunlar nədir? Artıq gördüyünüz kimi, subyekt də, obyekt də birdir. Onu da qeyd edeyim ki, bəzi düzəltmə feillər var ki, məzmun baxımından qayıdış növdə olsa da
Əslində onlar qayıdış növdə deyil, məlum növdədir. Bunun nümunə əsasında sizə ətraflı başa salım. Məsələn, deyirəm ki, şagird bir dəqiqə dilləndi. Dilləndi nə etdi? Dilləndi. Dil sözün kökü dillə. Dilləmək deyə bir feil yoxdur. Nə demişəm? Onun ard eləmək üçün maqmək şəkilçisi artırmaq lazımdır. Əgər l şəkilçisini la şəkilçisindən sonra maq artıra bilirəmsə, o şəkilçisini parçalaya bilərəm. Artıra bilmirəmsə bütöv şəkildə götürməliyəm. Artıra bilmədiyimə görə nədir burada? Bütöv şəkildə görürəm. İndi mən demişəm ki, qayıdış növünün şəkilçisi nədir? n şəkilçisi. Baxır burada abituriyent n şəkilçisini görür. Şagird dilləndi, oxuyur. Şagirdi kimsə dilləndirmir ki, şagird öz-özünə danışır da. Aha, deyir qayıdış növüdür. Bəli, məzmun baxımından qayıdış növüdür. Amma burada heç bir qrammatik şəkilçisi olmadığına görə, çünki o lən şəkilçisidir. Qayıdış növünün lən şəkilçisi yoxdur axı. O artıq nə olacaq? Məlum növdə olacaq. Məsələn, başqa nə deyə bilərəm? Başqa. Əli qocaldı deyək. Əli qocaldı. Qoca sözün kökü l-dır. Aha. Baxırıq, əli öz-özünə qocalır da, kimsə onu qocaltmır ki. Deməli, məzmun baxımından nədir? Qayıdış növdədir. Baxıram, l şəkilçisi də var burada. Aha. İndi götürür bunu abituriyent qayıdış növdə. Niyə qayıdış növdə götürürük? Axı mən dedim yuxarıda da, məlum növdən başqa digər növlərdə feildən düzəlməlidir. Bu axı sifətdən düzəlibdir. Məlum növdən başqa digər növlər feildən düzəlməlidir. Bu sifətdən düzəldiyinə görə artıq nədir? Bu qayıdış növ deyil, məlum növdür. Bu məqamlara mütləq şəkildə diqqət yetirmək lazımdır. Bir də ki, mən sizə dedim ki, qayıdış növ nədən düzəlir dedik? Təsirli növdən düzəlir, təsirsiz olaraq qalır. Təsirli feillərdən düzəlir, təsirsiz olaraq qalır. Amma istisnamız var ki, burada geyinmək və soyunmaq feillərdir. İstəyirsiniz hətta qeyd edeyim. Geyinmək, soyunmaq. Aha. Geyinmək və soyunmaq ifadələri burada artıq nədir? İstisnalıq təşkil edir. Ondan sonra başqa nə nümunə göstərə bilərəm? Qızınmaq məsələn. Sonra baxınmaq. Bax nəyə bax? Bax təsirsiz feildir. Nəyi sualını verə bilmirəm. Baxın nəyə baxın. Gördüyünüz kimi yenə o sualı verə bilmirəm. Deməli artıq bunlar nədir? Bunlar təsirsiz feildən əmələ gəlib təsirsizdirlər. Təsirsiz olaraq qalırlar, amma yenə də nədirlər? Qayıdış növdədirlər. Deyirəm ki, qız geyindi. Fidan geyindi. Fidanı kimsə geyindirmir ki, öz-özünə geyinir də. Və yaxud da deyirəm hava qızındı, su qızındı. Artıq bu nədir? Qayıdış növdədir. Bir də bir məqamı qeyd edeyim ki, bəzi feillər var ki, həm məhsul növdə fikirləşilə bilər, həm də ki, qayıdış növdə düşünülə bilər. Məsələn, deyirəm ki, şəkil çəkildi. Şəkil çəkildi. Bir də deyirəm ki, duman çəkildi. 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 Baxırsınız. Şəkil kim tərəfindən çəkildiyi bilinmir. Artıq bu nə deməkdir? Çək nəyi çək, çəkil nəyi çəkil. Özdə gördüyünüz kimi təsirli feildən təsirsiz. Qayıdış növü də eyni şəkildə təsirli feildən təsirsiz feil əmələ gətirir. Amma şəklin burada şəkil öz-özünə çəkilə bilməz də bilirik ki, şəkil kimsə tərəfindən çəkilib. Amma mən bunu bilmirəm. Bunu bilmədiyimə görə artıq bu nə olacaq? Məhsul olacaq. Bir də duman çəkildi. Dumanı kimsə çəkə bilməz axı. Yəni duman öz-özünə çəkilir, gedir. Yəni rəsm mənasında duman çəkildi demirəm, amma duman yəni çıxıb gedir, çəkilir mənasında işlədiləndə artıq bu nədir? Qayıdış növüdür. Yəni belə məqamlar var ki, bir feil həm məhsul, həm də qayıdış növdə çıxış eləyə bilər. Bunu nə zaman biz ayırd edəcəyik? Məzmununa baxarıq. Bu məqamda da diqqətli olmağınızı tövsiyə edirəm. Keçək qarşılıq birgəlik növə. Qarşılıq birgəlik növ burada belə deyək ki, işin icrası üçün ən azı 2 şəxs iştirak etməlidir. Qrammatik şəkilçisi də bayaqdandandır, dəfələrlə təkrarladığım 3-4 variant və ş şəkilçisidir. Görüşmək, hürüşmək, baxışmaq və s. kimi. Buna nümunə ola bilər. Qarşılıq mənalı feillərdə hərəkət qarşı-qarşı icra olunur. Belə feillər şəxsə görə dəyişərkən həm təkdə, həm də cəmdə işlənə bilir. Baxın, mütləq şəkildə bura diqqət yetirin. Qarşılıq mənalı feillər həm təkdə işlənə bilir, həm şəxsə görə, şəxsə görə həm təkdə, həm də cəmdə işlənə bilir. Məsələn, götürək yazmaq feilini. Deyirəm ki,
Yazışdım. Mən yazışdım. Sən yazışdın. O yazışdı. O yazışdı. Biz yazışdıq, siz yazışdınız, onlar yazışdılar. Şəxsə görə gördüyünüz kimi həm təkdə işləndi, həm də cəmdə işləndi. Burada hansından söz gedir? Qarşılıq növdən söz gedir. Hə, bir də onu yazmamışam, qeyd eləyək. Qarşılıq növ feillər, uşaqlar, təsirli feillərdən yaranır, təsirsiz olur. Təsirli feildən yaranır, təsirsiz olur. Bu nə deməkdir? Özü də bunda belə iştirak edeyim. Bircəlik növ isə təsirsiz feillərdən yaranır. Nə olur? Təsirsiz olurlar. Deməli, buradan da belə bir nəticəyə çıxa bilərik ki, ış şəkilçiləri də təsirsiz feil əmələ gətirən şəkilçilərdir. Bircəlik mənalı feillər təkdə işləmirlər, yalnız cəmdə işlənirlər. Baxın, yazıram. Bircəlik növ. Bircəlik növ nə dedik? Cəmdə işlənir, təkdə işlənmir. Nümunə kimi götürürəm. Ağlaşmaq. Daha sonra bayaqları nümunə çəkmişdik. Gülüşmək məsələn. Hürüşmək. Gül nəyi gül? Gülüş nəyi gülüş? Gördüyünüz kimi heç cürə sualı verə bilmədim. Ağla nəyi ağla? Ağlaş nəyi ağlaş? Yenə sualı verə bilmədim. Təsirsiz feildən təsirsiz feil əmələ gəlibdi gördüyünüz kimi. Bu bircəlik növdür. Mən gülüşdüm deyə bilmərəm. Sən gülüşdün deyə bilmərəm. O gülüşdü deyə bilmərəm. Artıq burada yalnız cəmdə biz gülüşdük, siz gülüşdünüz, onlar gülüşdülər. Yalnız cəmdə işlənirlər. Baxın. Məzmunca qarşılıq növü oxşayan bəzi feillərimiz var ki, onlar məlum növdədirlər. Qarışmaq feilini götürək. Ondan sonra barışmaq feilini götürək. Uşaqlar, bunlar burada ışı görüb, siz onu qarşılıq bircəlik növ kimi götürə bilməzsiniz. Bu feil sadə feildir. Barışmağın kökü bar ola bilməz axı. Axı demişik, orada məna əlaqəsi olmalıdır. Barla barışın nə məna əlaqəsi var? Məsələn, güləşmək feilini görürlər, fikirləşirlər ki, öz-özümə güləşmirəm ki, qarşılıqlı. Bəli, məzmun baxımından var. Qarşılıq bircəlik növ ifadə eləyir. Amma ki, sözün kökü nədir? Güləşdir. Güllə güləşin heç bir məna əlaqəsi yoxdur. Bu məqamları da mütləq şəkildə diqqət yetirmək lazımdır. Yəni, eyni zamanda burada qarşılıq bircəlik növün şəkilçisi də yoxdur. Sözləşmək, məktublaşmaq. Bəli, məktublaşmaq da qabaq-qarşı olan bir şeydir. Yazıram, məktublaşmaq. Amma baxın, məktub sözün kökü, məktubla deyə bir feil yoxdur. Məktublaş artıq leksik şəkilçidir və mən laş şəkilçisini parçalaya bilmirəm burada. Bütöv leksik şəkilçidir. Mən burada qarşılıq bircəlik növün şəkilçisini görmürəm. Eyni zamanda bu feil nədən əmələ gəlibdir? İsimdən əmələ gəlibdir. Yenə deyəsiniz ki, nə qədər çox vurğuladı, amma yəni mən boynumun borcudur ki, bunu siz 50 dəfə vurğulayım ki, ən azından bəlkə eşitmə yaddaşınız güclüdür və bu şəkildə də götürə biləsiniz. Burada isimdən düzəlibdir. Dedim axı növlər, məlum növdən başqa digər növlər feildən düzəlməlidirlər. Kökü feil olmasa da ən azından o feil heç olmasa feildən düzəlməlidir. Amma bu isimdən düzəlmiş feildir. Ona görə bu nədir? Məlum növdür. Həm şəkilçisinin olmaması baxımından, həm yaranması baxımından biz bunu nə götürürük? Məlum növ götürürük. Bir də sizə onu qeyd edeyim ki, yığışmaq və toplaşmaq feillərinə nəzər yetirək. Baxın, yığ nəyə yığ, topla nəyə topla. Təsirli feildir. Yığış nəyə yığış, təsirsiz feilə çevrildi. Toplaş nəyə toplaş, təsirsiz feilə çevrildi. Biz nə dedik? Qarşılıq növ təsirli feillərdən yaranıb, təsirsiz olur. Bircəlik növ təsirsiz feildən yaranıb, təsirsiz olur. Amma bunlar bircəlik növdür. Bunu unutmayın. Təsirli feildən yaranıb, təsirsiz olmasına baxmayaraq bunun qarşılıq növ deyil, bircəlik növdür. Bir də baxın, bəzi feillərimiz var ki, mən iş şəkilçisini biz ancaq dedik qarşılıq bircəlik növə, amma bu şəkilçi amonim şəkilçidir və isim də yarada bilir. Məsələn, bir dənə feil götürək. Görüş maraqlı keçdi. Nə maraqlı keçdi? Görüş. Görürsüz isimdir. Vuruş.
Sonra döyüş. Görürsən, bunlar da eyni şəkildə nədir? İsimdilər. Döyüşdə mən qalib gəldim. Nədə mən qalib gəldim döyüşdə? Eyni şəkildə də burada nədir? İsim düzəldirdi. Bunu da əlavə məlumat kimi qeyd eləyək, amonim şəkilçi olduğunu. Sonra gəldik icbar növə. İcbar növ, belə deyək ki, baxın. Hərəkəti danışan şəxs deyil, başqası icra edir. İcbar növdə hərəkəti danışan şəxs deyil, başqası icra edir. Baxın, və bunun, onu da qeyd edeyim ki, şəkilçisi nədir? Dır, 4 variant, tır şəkilçisidir. Bu feillər təsirli feillərdən əmələ gəlir, təsirli də olaraq qalır. Təsirlidən əmələ gəlir, təsirli olaraq qalır. Buna nümunə kimi yaza bilərəm ki, məsələn, mən yazdırdım. Durun. Nə baş verdi? Mən yazdırdım. Yazan mən deyiləm, fikir verirsinizsə. Başqasına yazdırıram. İşi özüm icra etmirəm, başqasına icra etdirirəm. Məsələn, onları döydürdüm. Bu arada bu iki şəkilçi bir feildə də eyni anda iştirak edə bilər. Elə burada gördüyünüz kimi. Döydür, döydürt, döydürtdü, döydürtdüm. Gördüyünüz kimi iki şəkilçi eyni anda bir feildə də çıxış edirdi. Yenə dediyim kimi işi özüm icra etmirəm, başqasına etdirirəm. Məhsul növdə demişdik ki, biz orada subyekti bərpa edə bilirik. Necə bərpa edirdik? Tərəfindən sözü ilə bərpa edirdik. Burada da biz ikinci subyektin adını çəkə bilərik. Amma bu zaman o subyekt yönlük halda işlənir və cümlənin yenə tamamlığı olur. Məhsul növdə də tamamlıq olurdu, həm də vasitəli tamamlığı burada da eyni şəkildə. Baxın, deyirəm ki, mən yazdırdım deyirəm, hə? Bir də deyirəm ki, mən anama yazdırdım. Anama yazdırdım. Yəni məktubdan söz gedir, kitabdan nəsə də, axır bir şeydə. Mən anama yazdırdım. Gördüyünüz kimi subyekti mən bərpa elədim, yazan anamdır və o yönlü halın şəkilçisini qəbul edibdir. Özü də nədir? Tamamlıq, vasitəli tamamlıq rolunda çıxış edir. Hər, dır, tı şəkilçisi qoşulan sözü biz icbar növ kimi götürə bilmərik. Baxın, deyirəm ki, işığı yandırdım. Bir də deyirəm, yazını yazdırdım. Baxın, dır şəkilçisini burada da görürəm, burada da görürəm. Bəli. Amma o dır gördüm, o demək deyil ki, bu icbar növdür. Onun məzmununda da icbarlıq olmalıdır. Burada işığı yandıran mənəm, amma yazını yazan mən deyiləm. Diqqət edirsinizsə. Yəni məzmununa da diqqət yetirmək lazımdır. Mütləq şəkildə məzmunda icbarlıq olmalıdır. Özü deyil, başqası eləməlidir işi. Qrammatik məna növlərdə bu qədər idi. İndi isə keçid eləyək feilin zamanlarına. Feilin zamanları bildiyimiz kimi keçmiş, indiki və gələcək zamandırlar. Hətta istəyirsiniz qeyd eləyək. Keçmiş, indiki, gələcək. Keçmiş zaman iki yerə ayrılır. Şuhudi və nəqli keçmiş zaman. Şuhudi keçmiş zaman D 4 variant şəkilçisi ilə düzəlir. Nəqli keçmiş zaman isə mış 4 variant və ıb 4 variant şəkilçisi ilə düzəlir. Məsələn, mən deyirəm ki, yazdım, gəldim, baxdım feillərə. Artıq bu nədir ki, şuhudi keçmiş zamandadır. Nəqli keçmiş zamanda isə məsələn, baxmışam, yazmışam, yazıb, daha sonra gəlib, baxıbsan, baxıbdır. İndiki zamanın şəkilçisi isə nədir? Ir 4 variant şəkilçisidir. Məsələn, yazıram, gəlirəm, baxıram, baxırsan. Düşünürəm ki, bunu hər biriniz bilirsiniz. Gələcək zamana gələk. Gələcək zaman. Gələcək zamanda qəti və qeyri-qəti olur. Qəti və qeyri-qəti gələcəkdə olur. Qəti gələcək zamanın şəkilçisi acaq. Gələcəm, yazacam, oxuyacam. Qeyri-qəti gələcək zamanın şəkilçisi ar, ər şəkilçisidir. Oxuyaram, yazaram, deyərəm, baxaram və s. kimi. Ib nəqli keçmiş zaman şəkilçisi və acaq qəti gələcək zaman şəkilçili feillər, sözlər. Üçüncü şəxs xəbərli şəkilçisində
Qəbul edə də bilər, etməyə də bilər. Baxın, mən o yazıb da deyə bilərəm. O yazıb. O yazıbdır da deyə bilərəm. Dır. O yazıbdır. O gələcək, o gələcəkdir. Yəni mən orada dır şəkilçisini ixtisar da edə bilərəm, etməyə də bilərəm. Ondan sonra ıb şəkilçisi nəqli keçmiş zaman həm feili bağlamanın şəkilçisidir, həm də ki zaman şəkilçisidir. Feilin təsriflənməyən formaları hansı ki bu məstər, feili bağlama və feili sifəti. İkinci videoda mən izahını verəcəm. Hələ ki feilin təsriflənən formalarından davam edirik, amma yerində qeyd etmək istəyirəm ki, ıb həm feili bağlamanın, həm də nəqli keçmiş zamanın şəkilçisidir. Bunlar da bir-birindən fərqləndirmək üçün ora dır şəkilçisini qoşmaq kifayətdir. Əgər mən dır şəkilçisini qoşa bilirəmsə, deməli, məsələn, deyirəm kitabları götürüb. Bir də deyirəm ki, kitabları götürübdür. Artıq burada məna pozulmayıbdır, görürsünüz. Pozulmayıbdırsa nə də o zaman şəkilçisidir. Amma mən ora dır şəkilçisi artıra bilmirəmsə, artırdığımda da məna pozulubdursa, o artıq feili bağlamanın şəkilçisidir. Yaza da bilərəm sizin üçün. Bu gələcəyi silirəm hələlik. Yuxarıda eləcə qeyd edeyim burada şəkilçisini. Acaq, əcəkdir deyə. Acaq və şəkilçisi. İndi baxın, deyirəm ki, kitabları götürüb. Bir də deyirəm kitabları götürüb getdi. Görürsünüz, eyni cümlədə bir dənə sonuna getdi feilini əlavə eləmişəm. İndi baxaq. Əgər mən dır şəkilçisi artıra bilirəmsə, o zaman şəkilçisi. Baxın, götürübdür. Artıra bildim. Deməli, bu nədir burada? Ib şəkilçisi, zaman şəkilçisi. Bir də kitabları götürübdür getdi. Kitabları götürübdür getdi. Məna gördüyünüz kimi pozulubdur. Artıq o nə deməkdir? Feili bağlama şəkilçisidir. Baxın, feili bağlamanın şəkilçisidir. Sonra mışı da deyə bilərəm ki, həm feil sifətin şəkilçisidir, həm də ki, zaman şəkilçisidir. Feil sifət şəkilçisi olduqda hansı sualına cavab verir? Baxın, deyirəm ki, yazılmış əsər, yeyilmiş meyvə, yeyilmiş alma yazaq. Yeyilmiş alma. Hansı alma? Yeyilmiş alma. Gördüyünüz kimi, nədir burada? Hansı sualına cavab verdiyinə görə feil sifət. Bir də deyirəm ki, alma yeyilmişdir. Alma yeyilmişdir. Artıq bu nədir? Nə etmişdir? Yeyilmişdir. Feilin sualına cavab veribdir. Artıq bu zaman şəkilçisidir. Gələk feilin şəxsə və kəmiyyətə görə dəyişməsinə. Bu feillər iki yerə ayrılır. Təsriflənən feillərə və təsriflənməyən feillərə. Hansı ki, dediyim bu təsriflənməyən feillər bizim sonraki videomuzun mövzusudur. Biz hələ ki, təsriflənən feillərdən gedirik və bu feillərə biz feilin şəkillərini daxil edə bilərik. Onlar da burada qeyd eləmişəm. Əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkli. Bunlar təsriflənən feillərə daxildir. Hətta istəyirsiniz, gəlin bir dənə təsriflənən feil götürək, onun şəxsə və zamana görə dəyişək. Baxın, deyirəm, mən oxuyuram. Oxuyuram. Sən oxuyursan. O oxuyur. Biz oxuyuruq. Siz oxuyursunuz. Onlar oxuyurlar. Gəlin bir də elə belə qeyd kimi təsriflənməyən feil götürək, baxaq. Mən gələndə. Anda əndə feili bağlamanın şəkilçisidir də, təsriflənməyən feili bağlamada. Sən gələndə. Baxın, şəxsə görə dəyişə bilirəm. Baxın, mən gələndəm deyə bilirəm. Yox, yəni burada şəxs onluğu nədir? Aməmdir. Artıra bilirəm? Yox, artıra bilmirəm. Sən gələndəsən. Düzgün deyil axı. Gördüyünüz kimi şəxsi və kəmiyyətə görə mən onu dəyişə bilmirəm. İndi gələk onun şəkillərinə. Şəkilləri bir qayda olaraq belə düzəlir. Feilin kökü, bunu qırmızı ilə yazaq. Feilin kökü və ya başlanğıc forması. Üstə gəl, şəkillərin əlamətləri. Bir də şəxs şəkilçisi. Şəxs şəkilçisi. Bizə nəyi verir? Feilin şəkillərini verir. Yəni bunları verir.
Baxaq, birinci başlayırıq əmr şəklindən. Onu da qeyd edeyim ki, xəbər şəklindən başqa heç bir şəkil zaman şəkilçisini qəbul etmir. Bir dənə xəbərdir ki, zaman şəkilçisini qəbul edir. Digər şəkillərin məzmununda da zaman gələcək zamanın anlayışı olur. Əmr şəkli sadəcə uşaqlar əmr bildirmir. Eyni zamanda xahiş, məsləhət, təklif, nəsihət kimi mənalarda ifadə edir. Xüsusi şəkilçisi yoxdur, yəni qrammatik göstəricisi yoxdur. Sözün kökünə və başlanğıc formasına burada yalnız şəxs şəkilçisi artırılaraq düzəlir. Baxın, belə olur. Feil üstəgəl şəxs şəkilçisi. Şəxs şəkilçisi. Bax, mən yazım, sən yaz, o yazsın, biz yazaq, siz yazın, onlar yazsınlar. Hamısı da nədir? Əmr formasındadır. Burada da yazın, baxın. Mən yazım. Ondan sonra yazsın. Bunlar əmr formadır. Ondan sonra yazaq. Baxın, əmr formasında fikirləndə bu belə götürülür, bütöv şəkilçisi. Bir də biz bunu arzu formasında da, yəni arzu şəklində də fikirləşə bilərik, onu da belə götürəcəyik. Belə götürəcəyik. Bunu birazdan vurğulayacağım. Hələ ki ona görə demirəm, qeyd kimi üzərindən sadəcə keçirəm. Bir də onu qeyd edeyim ki, bunu mütləq şəkildə əmr şəklində İkinci şəxsin cəmini şəxs şəkilçisi vurğu qəbul etmir. İkinci şəxsin cəmi nədir deyirəm? Siz yazın. Baxın, artıq vurğu bura düşür. Niyə? Çünki ikinci şəxsin cəmi vurğu qəbul etmir. Bir dənə ikinci şəxsin əmr şəklində olan feilin ikinci şəxsin cəmi vurğu qəbul etmir. Mən yazımda vurğu bura düşür. Məsələn, biz yazaqda vurğu bura düşür. O yazsında vurğu bura düşür. Amma ikinci şəxsin cəmində artıq ının üzərinə deyil, yazın üzərinə düşür, anın üzərinə düşür. Əmr şəklində əmr ədədlərindən də istifadə olunur. Baxın, bunu silim. Deyirəm ki, bir cümlə götürək. Bax, gecikməyin, ha. Daha sonra gəlin kitab oxuyaq. Artıq burada nədən istifadə olunubdur? Əmr ədətindən istifadə olunubdur. Xəbər şəkli isə uşaqlar işin nə zaman və kim tərəfindən görüldüyünü bildirən bir feil şəkli, xəbər şəklidir. Xüsusi bunun da şəkilçisi yoxdur. Qrammatik göstəricisi yoxdur. Zaman şəkilçiləri ilə işlənir. Qrafiki düsturu belə deyək ki, bu formadadır. Feil üstəgəlsin zaman, üstəgəlsin şəxs şəkilçisi. Zaman şəkilçisi qəbul etmiş istənilən söz xəbər şəklindədir. Bir dənə nə dedik? Xəbər şəklidir. Zaman şəkilçisi qəbul edən digərləri etmirlər. Baxın, deyirəm ki, mən yazıram, sən yazırsan, o yazır, sən yazdın, biz yazacağıq. Bunların hamısı nədir? Xəbər şəklindədir. Yəni zaman şəkilçisi gördünüzmü orada, birinci o xəbər şəklindədir. Arzu şəkli isə uşaqlar, bunun xüsusi qrammatik göstəricisi var. O da nədir? A2, bir də ki, əgər sözün sonu sahiblə bitirsə, bu zaman ya. Düstur da belədir. Feil üstəgəlinsin şəkilçisi, üstəgəlinsin və şəxs şəkilçisi. Qrafikdə belədir. Deyirəm ki, bir də qeyd eləmişdik ki, bir dənə xəbər şəkli zaman şəkilçisi qəbul edir. Digər növlər isə, şəkillər isə daha doğrusu, onların məzmununda gələcək zaman anlayışı olur. Baxın, oxuya, yaza, sonra gələsiniz, gedəsiniz. Gördüyünüz kimi şəxs şəkilçilərdə qeyd olunubdur. Bir də ki, biz burada nələr görürük? Gərək, kaş, barı, təki sözləri ilə işlənir. Kaş gedək, məsələn. Kaş gedək. Sonra sən gələsən. Və s. kimi, yəni burada nümunələr yaza bilərik. Bir də qoyun onu qeyd edeyim. Bunu silirəm. Bu aşağıda yer var ya da ora yazın. Əmrlə arzu şəklinin birinci şəxsin cəmində formaca eynidirlər. Hansı ki, o yuxarıda qeyd kimi yazdım, sonra sildim. Baxın, yazaq feilini götürürəm. Həm əmr formasındadır bu, həm arzu şəklindədir. Yəni hər iki şəkildə də biz bunu fikirləşə bilərik.
Arzu şəklində olanda belə olur. Yaz, yaza, yazaq. Əmr kimi olanda isə belə olur. Yaz, yazaq. Kaş yazaq. Gördüyünüz kimi arzu. Bir də biz yazaq. Artıq burada nə kimi fikirləşirik? Əmr şəklində fikirləşirik. Onu da qeyd edeyim ki, feilin şəkilləri qrammatik şəkilçilərdir. Növləri leksikdir, şəkilləri qrammatikdir. Bunu qarışdırmayın və unutmayın. Vacib şəkli malı şəkilçisindən düzəlir, malı məli. Bunun düsturu da feil, üstəgəl, malı məli, üstəgəl şəxs şəkilçisi şəklindədir. Məzmunda gələcək zaman anlayışı var. Mən yazmalıyam, sən yazmalısan. İnkarı həm ma inkar şəkilçisindən düzəlir, həm də deyil hissəci ilə düzəlir. Məsələn, yazmamalıdır deyirəm. Bir də deyirəm yazmalı deyil. Gördüyünüz kimi həm inkar, həm də deyil, yəni ma şəkilçisi ilə, həm də deyil hissəci ilə düzəlir inkarlığı. Lazım şəkilçisinin şəkilçisi isə şəklinin şəkilçisi. Ası əsi şəkilçisidir. Düsturu isə feil üstəgəl, ası əsi üstəgəl şəxs şəkilçisidir. Məzmunda gələcək zaman anlayışı var və ma inkar şəkilçisindən mən burada istifadə edə bilmərəm. Bunu da yuxarıda eyni şəkildə qeyd elədim. Mən lazım şəklində olan feilin inkarını düzəltmək üçün deyil hissəciyindən istifadə etməliyəm. Bu şəkildə ola bilməz. Yazma, yasıyan, yazmayasıyan. Bu ifadə yanlışdır. Belə olmalıdır. Yazası deyiləm. Deyil hissəci ilə düzəlir. Yəni burada biz lazım şəklində olan feili götürüb ma inkarlığı ilə şəkilçisi ilə işlədə bilmərik. Şərt şəkilçisinin də xüsusi qrammatik şəkilçisi var. Bu da sadır. Sazə. Bunlar yadınızda saxlamaqda çətinlik çəkirsinizsə, baxın belə götürün. Qoyun. Deyim. Əmrin bildik ki, qrammatik göstəricisi yoxdur, xəbərində yoxdur. Ona görə bunu keçirəm. Arzunun şəkilçisini, baxın, başlıq hərfindən yadında saxlayın. Arzu nə ilə başlayır? A. Deməli, şəkilçisi də A-dır. Vacib şəkilçisi, indi biz zəhmət bunu əzbərləyim, malı şəkilçisindən düzəlir. Lazımın şəkilçisi, baxın, lazımda azı var da. Yəni, sən bunu ası şəklində fikirləşə bilərsən. Şərtin də şəkilçisini şə yerinə sa kimi fikirləşə bilərsən. Yəni, bu şəkildə əgər əzbərləməkdə çətinlik çəkirsənsə, yəni, belə də yadında saxlaya bilərsən. Bunun da xüsusi, belə deyək, qrammatik şəkilçisi sa oldu. Düsturu da feil, üstəgəl şəkilçisi, üstəgəl şəxs şəkilçisi. Deməli, bir də ki, burada əgər hərgah bağlayıcısı ilə də işlənə bilir. Əgər hərgah. Əgər bizə gəlsən, sənə xüsusi yeməklər hazırlayacağam. Məsələn, gördüyünüz kimi burada bağlayıcılardan əgər və hərgah bağlayıcısından istifadə edə bilərik. Onu da qeyd eləyək ki, şərt şəkli müstəqil sadə cümlədə xəbər ola bilmir. Bir dənə nə zaman xəbər ola bilir uşaqlar? Bunu qeyd eləyəcəm, amma dediyim kimi o iləridəki mövzumuzda, ona görə dərinləməsinə girməyəcəm. Tabeli mürəkkəb cümlənin budaq cümləsində xəbər ola bilir. Budaq cümlənin xəbəri belə deyək də. Budaq cümlənin xəbəri ola bilir, amma müstəqil sadə cümlənin xəbəri ola bilmir. Bu şəkilçilərin amonimliyini qeyd eləmək istəyirəm. Onu buradan aşağıdan qeyd edeyim, daha sonrasında siləcəm. Baxın, malı, ası, acaq şəkilçisi eyni zamanda nəyin şəkilçisidir? Malı, ası, acaq. Yenə bu da bir qeyddir uşaqlar. Yaxşı, təsriflənməyən feillərə də biraz burada keçid eləmiş oluruq. Feil sifətin şəkilçisidir. Əgər hansı sualına cavab verirsə, feil sifət rolunda çıxış eləyir. Əgər yox, feilin sualına cavab verirsə, artıq sən bilirsən ki, bu feilin şəklidir. Məsələn, deyirəm, yazılmış məktub, hansı məktub? Görürsünüz, yazılmalı məktub, yazılacaq məktub, hansı məktub? Gördüyünüz kimi, burada hansı sualını verirəm, bu feil sifətdir. Amma məktub yazılmalıdır dediyimdə nə etməlidir, yazılmalıdır? Vacib şəklindədir. Məktub yazılasıdır dediyimdə nə edəsidir, yazasıdır, lazım şəklindədir. Məktub yazılacaq dediyimdə nə edəcək, yazılacaq, axırda bu nə olur, xəbər şəklində olur. Bir də mən sizə qeyd elədim ki, feilin şəkilçiləri qrammatik şəkilçilərdir. Uşaqlar, əlavə qeyd olaraq sizə onu qeyd edeyim ki, bu hansı şəkilçinin leksik şəkilçi və yaxud da qrammatik şəkilçi olduğunu müəyyənləşdirmək üçün belə bir üsuldan da istifadə edə bilərsiniz. Baxın, əgər siz
Feilə sual verdiyinizdə, məsələn, bir dənə feil götürək. Nə götürək? Bayaq elə dedik, məktub yazılmalıdır. Nə edilməlidir? Baxın, nə edilməlidir? Mən buna sualı verdiyimdə, buradakı malı şəkilçisi görürsünüz, sualın tərkibində də var. Əgər sualda da həmin şəkilçini görürəmsə, deməli o qrammatik şəkilçidir. Əgər yox, şəkilçini görmürəmsə, deməli o nədir? Leksik şəkilçidir. Məsələn, burada da deyə bilərik ki, biz salamlaşdıq. Bu gün bu nümunəni çox çəkdik. Salamlaşdıq. Nə etdik? Nə etdik? Baxın, burada laş şəkilçisi vardı. Mən o şəkilçini bu sualın tərkibində görə bilirəm? Yox, görə bilmirəm. Deməli, artıq bu nədir? Leksik şəkilçisidir. İndi əlbəttə ki, bu şəkildə yox, belə götürəcəm də, laş. Yəni, bu lanı da görmürəm sual tərkibində, şını da görmürəm. Deməli, leksikdir. Amma məktub yazılmalıdır, nə edilməlidir? Yazılmalıdır. Artıq mən burada malı şəkilçisinin sualında tərkibində görürəmsə, deməli, artıq o nədir? Qrammatik şəkilçidir. Bunu da əlavə bir qeyd kimi götürün. İndi bunu silirəm. Hissəciklərə də biraz bəhs edək. Hissəciklərə də indi bəhs edək və beləliklə mövzumuz sonlanır. İdi imiş hissəcikləri uşaqlar həm təsriflənən feillərə, həm də ki, təsriflənməyən feillərə artırıla bilir. Təsriflənməyən feillərdən də sadəcə məstərlə feili bağlamaya artırmaq olur. Məsələn, yazmaq imiş, yazdığımdırsa, digər nitq hissələrinə artırıla bilir ki, deyirəm, məsələn, şagird idi, maraqlı imiş, görsüz ismə, sifətə artırılır. 5 idi, mən idi, gec idi. Yəni, bunlar digər nitq hissələrinə də artırıla bilir. Onların ixtisar forması da nədir? D 4 variant, mış 4 variant və sa 2 variant qısaldılmış formasıdır. Hissəciklər birbaşa feilin kökünə və başlanğıc formasına qoşula bilmirlər. Feilin şəkillərindən sonra gəlir. Şəkillərdə yuxarıda indi bayaq izah etdim. Yəni, şəkillərdən sonra gəlir. Hissəciklər təsriflənən feilləri məsələn bu şəkildə artıra bilərəm ki, deyirəm ki, oxumuşdum. Oxumuşdum. Nə etmişdim? Görsünüz? Nə etmişdim? Mışı mən orada görürəm. Deməli, nədir? Qrammatik şəkilçisidir. Oxumuşdum. Burada bir də onu bilin ki, bir feildə iki zaman şəkilçisi ola bilməz. Birinci zaman şəkilçisi gəlir, sonra hissəcik gəlir. Ola bilər də, məsələn, baxın, görürsünüz burada mışı və dunu. İndi bilməyəsən burada hansı zaman şəkilçisidir, hansı hissəcikdir. Bilin, bir sözdə iki zaman şəkilçisi ola bilməz. Gələn birinci şəkilçi zaman şəkilçisidir, ikincisi isə hissəcikdir. Oxumuş idim. Baxırsınız, oxumuş idim də deyirəm. Məzmunda heç bir dəyişiklik olmur. Deməli, bu ididir, yəni idinin qısaldılmış formasıdır. Məsələn, deyirəm ki, mən oxumuşmuşam. Bu düzgün formadır, ha? Elə bilməyin ki, səhvdir. Nə etmişəm? Oxumuşam. Burada muş birincisi zaman şəkilçisidir, ikincisi oxumuş işəm, imişin qısalmış formasıdır. Daha sonra isə şəxs şəkilçisi gəlibdir. Hissəciklər vurğu qəbul etmir. Mən burada muşa vurğu qoya bilmərəm, yanlışdır. Hissəciklər vurğu qəbul etmirlər. Məsələn, bir dənə söz götürək. Oxu. Artıq xəttim tanınmaz bir hala gəldi. Deyirəm ki, oxuyurdu. Oxuyur ididir də əslində bu. Burada hissəcikdir və o vurğu qəbul etmir. Vurğu hara düşür? Bura düşür. Oxuyurdu, gəlmişsən, dedilərsə. Burada yenə dediyim kimi vurğu qəbul etmir. Hissəciklər eyni anda iki hissəcik qəbul edə bilər. İsə hissəcik idi imiş hissəciklərindən sonra da artırıla bilir. Məsələn, baxın, baxırdınsa. Baxırdınsa. Ondan sonra başqa nə yazaq? Baxacaqmışlarsa. Oxuyacaqmışlarsa, deyəcəkmişlərsə və s. kimi yəni yazmaq olar. Burada zaman şəkilçisidir. Bax sözün kökü. Baxırdı, baxır idi. Əslində bu idinin qısaldılmış formasıdır və burada sa isənin qısaldılmış. Baxacaq zaman şəkilçisi, mış imişin qısaldılmışı, lar bildiyimiz kimi kəmiyyətli, cəmlik bildirir. Sa da ki, yenə isənin qısaldılmışıdır. Yəni, bir feil eyni anda iki hissəcik qəbul edə bilər. Feilə iki zaman şəkilçisi artırmaq olmaz və yaxud da iki şəkil şəkilçisi artırmaq olmaz.
tutub 2 dəfə lazım şəklinin şəkilçisini və yaxud da vacibin şəkilçisini artıra bilməzsən, amma hissəciyi artıra bilərsən. Bir də onu əlavə qeyd kimi deyək ki, sözdə hissəcik işlənəndə onu rahat tapmaq üçün hissəcikdən əvvəlki sözə belə deyək ki, maq şəkilçisini, məsdərin şəkilçisini artırmalısan. Əgər qəbul edirsə, orada d zaman şəkilçisidir, hissəcik deyil. Amma qəbul etmirsə, artıq o nədir? Zaman şəkilçisi deyil, hissəcikdir. Bunu da nümunə ilə göstərək. Baxaq. Buradanca yazım elə. Deyirəm ki, yazdım. Mən buradakı d-nı görürsünüz də. Bu d-dan sonra maq şəkilçisi artıra bilsəm, artıq o nədir? Zaman şəkilçisidir. Deyə bilirəm, yazmaq. Aha, deyə bilirəm. Deməli, qəbul etdi. Artıq burada d nədir? Zaman şəkilçisidir. Hissəcik deyil. Bir də deyirəm ki, yazır d-n. İndi mən bunu d-nı götürürəm, maq artırıram. Yazırmaq deyə bilirəm? Yox, deyə bilmirəm. Qəbul etmədi burada artıq maq şəkilçisini. Heç bir mənası da yoxdur. Deməli, burada d nədir? Hissəcikdir. Zaman şəkilçisi deyil. Dediyim kimi, maq şəkilçisi artırmaqla bunu da müəyyənləşdirə bilərsiniz. Mövzumuz bu qədər idi. Ümid edirəm ki, başa düşdünüz. Başa düşmədiyiniz, sizə naməlum qalan məqamları yorumlar hissəsində qeyd edərsəniz, cavablamağa çalışacağam. Sağ olun, salamat qalın. Sonraki mövzuların izahında görüşənədək.